ve birazdan birinci hissə start götürəcək. Baş məşqçiləri də xatırladacağım sizə. Qoy birinci hissə başlasın. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Birinci hissə başladı. Komandaların baş məşqçilərini xatırladım. Deməli, Qaradağlıq Vatanın baş məşqçisi Amit Quluzadə, komandaya yenicə təyin olunmuş Amit Quluzadə. Zakatalanın baş məşqçisi isə Rüstəm Məmmədov. Yerdə qalan Zakatalanın oyuncusu var. Görək. Görüşdə artıq 28-ci dəqiqə gedir. Azərbaycan birinci liqasının artıq bağlanış oyunudur bu. Və Amit Quluzadənin səsi gəlir. Artıq görüşdə birinci dəqiqə gedir. Aha, Əla pas verdi. Solçuna açılır Qaradağlıq Vatan. Pressing edir. Əla pas. Biz də futbol saati olaraq, futbol nəbzi olaraq qış fasiləsinə yollanacağıq. Sadəcə videolar davam edəcək. Yəni futbol videoları, müsahibələr sadəcə birinci, ikinci liqanı verilməkdə biraz bir ay, 2 ay qış fasiləsi olacaq. İkinci dəqiqə gedir görüşdə. Əla pas. Qaradağlıq Vatan pressing gelir. Ve top meydandan çıxır. Qapıdan zərbə. Artıq görüşdə 3-cü dəqiqə gedir. Bizim təşkilatı dəstəyimiz Futbol Arenası səhifəsidir. Həm öz adından, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Artıq 3-cü dəqiqə yekunlaşır. Qaradağlıq Vatanın baş məşqçisi Amit Quluzadədir. Amit Quluzadənin gəlişindən sonra komanda 3 qələbə qazanıb. Biri difayda Ağsunun üzərində, biri də 3 qələbə yox, 2 qələbə qazanıb daha doğrusu. Daha doğrusu biri difayda Ağsu, biri də Moykun üstündə. Əla pas artıq
4-cü dəqiqədə yekunlaşır. Bizim təşkilatı dəstəyiniz Futbol Arenası səhifəsidir. Həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Qaradağlı Vatan azarkeşləri də bir anlıq olsun dayanmırlar. Allah pas. Qapıçı Zakatalan qapıçı yerindədir. Yerdə qalan oyunçu var. Zakatala komandasının da azarkeşləri Qaradağlı vatandadır. Və cərmə zərbəsi vuracaq Zakatala və paslaşır indi Zakatala təmsilçisi. 6-cı dəqiqə gedir görüşdə. Qaradağlı vatan azarkeşləri də bir anlıq olsun dayanmırlar. Qaradağ sədaları gəlir Qaradağlı vatan azarkeşlərinin. Ahmet Quluzadə gəlişindən sonra müəyyən qədər bu komandada stabillik başlayıb yaranmağa. Həm qələbələr qazanır, həm də düzdür, bir-iki oyunu çıxsaq məğlub olur, amma yaxşı təsir bağışlayır. Komandanın hesabında 3 qələbə, 1 məğlubiyyət var, biri də bərabərlik var. Bərabərlik yoxdur, sadəcə 3 qələbə Azərbaycan kubokunun da mən sayıram. Yəni biri Qaradağlı vatan Ahmet Quluzadə gəlişindən sonra, biri Karvanla başladı qələbələr, Karvanı utdular. Məsələn 3-0, sonra Difayda Ağsunu utdular 4-2, sonra isə Moyki-də deyəsən 5-1 məğlub elədilər. Yox, daha doğrusu 5-1 yox, 4-0 məğlub elədilər. İndi Zakatala təmsilçisi pressing eləyir və qapıdan aralı keçir. Korner olacaq deyəsən. Yox, qapıdan zərbədir, kornerdir. Və Allah pas. Zakatala indi pressing eləyir Rüstəm Məmmədovun komandası. Zakatala keçən tur Cəbraili büdrətməyə bacarmışdı, 2-0 qələbə qazanmışdı. Zakatala Karvanla da 2-2'ye qalmışdı. Və əla pas. Qəşəng. Aha. Pressing. 9-cu dəqiqə gedir artıq. Hələ də hesab açılmayıb Qaradağlı Vatan Arenasında. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn Ağa.
Əla pas. Qayda pozulub. Artıq 9-cu dəqiqədə yekunlaşır. Ahmet Quluzadənin gəlişindən sonra Qaradağlıq vətən yaxşı bir seriya yaxalayıb. Azərbaycan Kubokunda Karvanı 4-0, 3-0 məğlub eləmişdi. Məsələn, sonra Difayda Ağsunu 4-2 məğlub eləmişdi və Moyki də 5-0 məğlub edərək komanda 3 qələbə, 1 məğlubiyyəti var. Amma Bakı Spor əslində komandanın 2 məğlubiyyəti var. Nəyə görə deyəcəm indi? Çünki Ahmet Quluzadə gələndə Bakı Spor turnuvasına gəlmişdi. Yəni komanda Azər Məmmədovu göndərdi. Gələn tura Ahmet Quluzadəni komanda gətirdi. Ağut Qaradağlıq vətənini. Yəni ki Ahmet Quluzadə Bakı Sportikdən oyunda debüt eləyirdi. Yəni o oyunda da yaxşı oynadılar, hətta önə də keçdilər, amma 3-2 məğlub oldular. Komandanın hesabında 3 qələbə, 2 məğlubiyyət var. Hələlik ki bərabərlik yoxdur. Yəni Ahmet Quluzadə belə baxanda yaxşı seriya yaxalayıb. 11-ci dəqiqə gedir artıq. Lekbatan arenasında qış fasiləsi öncəsi artıq son turun oyunlarıdır. Görək nə olacaq, əla pas. Ahmet Quluzadəni görürsünüz artıq və out. Qaradağlıq vətənində. Zakatala isə yəni mövsümə başlayanda deməli Qəbələ ilə 0-0 oynamışdı birinci tur. Keçən turda Karvanla da 2-2 və Cəbraylı da 2-0 məğlub eləmişdi. Zakatalanın qapısı yerindədir. Əla pas artıq 12-ci dəqiqə gedir. Son 2-ci dəqiqə yekunlaşır. Artıq oyunun 2də 1 hissəsi geridə qalıb artıq asta-asta. Azərbaycan çempionatının bağlanış oyunudur. Qaradağlıq vətən Zakatala oyunu bağlanış oyunudur. İndi Zakatala hesabı aça bilər. Əla pas verirdi amma heç alınmadı. İndi Qaradağlıq vətən əks hücuma çıxır. Əla pas. Və 13-cü dəqiqə başlayıb. Qaradağlıq vətən Zakatalanın oyununda. Əla pas. Zakatala qara rəngdədir. Qaradağlıq vətəni isə ağ rəngdədir. Yəni Ahmet Quluzadə gəlişindən sonra 3 qələbə və 2 məğlubiyyətlə əla irəliləyir. Hətta bugün 4-cü qələbəli qazanıb qış fasiləsinə yəni ki yollana bilər. Və
Və qayda pozulub. Yerdə qalan oyuncular Zakataladan. 15-ci dəqiqə başlayır. Hələ də hesab açılmıyor. Qaradağ Lokbatan Zakatala oyununda Ahmet Quluzadəni görürsünüz. Zakatalanın çalışdırır. Yox, bu Ahmet Quluzadədir mi, yoxsa Rüstəm müəllimdir? Yox, Ahmet Quluzadədir bu, mən gördüm. Ahmet Quluzadə əvvəllər 2-ci liqada Füzuli komandasının baş məşqçi postunda işləmişdi. Və indi Zakatala pressing eləyir. Hesab aça bilər qonaq komanda. Amma heç nə alınmır hələ ki. Paslaşa müdafiəni yarırlar. Top meydandan çıxdı və korner olacaq. 2-dən zərbə. 16-cı dəqiqə gedir artıq. Oyunda 2-də 1 hissə geridə qalmaq üzrədir. Mən həm də qoy bu 2-dən zərbə qutarsın. Təşəkkürlərimi yenə də qeyd eləyəcəm. Və deyəsən dava düşür orada. Hakim ayırmalıdır deyəsən. Hakim oyuncuların yanına gedir. İkisini də yanına çağırdı və xəbərdarlıq edir artıq. Zakatala sədaları gəlir. Və Azərbaycan. Aha, qəşəng. Qaradağ Lokbatan hücum eləyəcək. İndi Zakatala bu hücumun qabağını kəsir. 17-ci dəqiqə gedir artıq. Görüşdə. Qapçı yerində. Korner olacaq deyəsən, yəni 2-dən zərbə. Mən təşəkkürümü bildirirəm ki, Peşəkar Futbol Liqasının həm işçi heyətinə, həm də texnik heyətinə və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədova həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Kanalımız adından təşəkkürümü bildirirəm. Və qapıdan zərbə. Zakatalan bu hücumu heç nə ilə alınmadı. Yani Zakatala hücuma çıxır. Yani hücumun qarşısını aldı Lokbatan təmsilçisi. Ahmet Quluzadənin səsini eşidirik. Və qapçı yerindədir.
Zaqatalanın qapısı artıq görüşdə 19-cu dəqiqə yekunlaşmaq üzrədir. Artıq görüşün 2-də 1 hissəsini asta-asta geridə qoyduq. Və fitə basırlar Zaqatalanın azarkeşləri. Azərbaycan 1-ci liqasının bağlanış oyunudur bu. Əla pas. 20-ci dəqiqə artıq yekunlaşmaq üzrədir. Əla pas. Və yerdə qalan oyunçu var idi, amma ayağa durdu və Zakata deyəsən Qaradağ Lokbatanın oyuncusu qaydanı pozmuşdu. Əla pas. Pressing. Kuş vasitəsi öncəsi son turun oyunlarıdır. Premier Ligada və 2-ci Ligada və bu ligalarda artıq kuş vasitəsi başlayıb, amma qalıb 1-ci Ligada. Bu oyunlardan sonra 1-ci Ligada da kuş vasitəsi başlayır. Görüşün artıq 23-cü dəqiqəsi başlayır. Hələ də hesab açılmayıb. Qaradağ Lokbatan Zaqatala oyununda. Fasiləyə qədər görək Qaradağ Lokbatan hesabı aça biləcəkmi? Artıq 23-cü dəqiqə yekunlaşmaq üzrədir asta-asta. Oyunun 2-də 1 hissəsi geridə qalıb. Artıq 23-cü dəqiqədə yekunlaşmaq üzrədir. Artıq Qaradağ Lokbatan təmsilçisi paslaşırlar və Zaqatalanın qapısı yerindədir. Zaqatalanın da baş məşqçisi Rüstəm Məmmədov. Qaradağ Lokbatanın baş məşqçisi isə Hamid Quluzadə. 24-cü dəqiqə başlayır. Və son dəqiqələr. Əla pas. 24-cü dəqiqə artıq yekunlaşmaq üzrədir.
Hələ də Lökbatan arenasında hesab açılmıyor. 0-0. Bu 25-ci dəqiqə başlayıb. Yerdə qalan qonaq komandanın oyunçusu var. Böyle pas. Ahmet Quluzadəni dəstəkləyirlər Qaradağ Lökbatan baş məşqçisini. İndi Qaradağ Lökbatan əks hücuma çıxır. 4-cü qələbəni qazana biləcəkmi? Komandanın hesabında 4-3 qələbə, 3 məğlubiyyət var. Həm də nəyə görə 3 məğlubiyyət var? Deyəcəm mən birazdan məğlubiyyətin səbəblərini. Qayda pozulur. Yerdə qalan Zakatalan oyuncusu var. 27-ci dəqiqə başlayır. Amma ayağa durdu. Komandanın hesabında 3 məğlubiyyət, 3 qələbə var. Yəni belə baxanda yaxşı strategiya çizir. Yəni kubokda Karvanı 3-0 məğlub edərək qələbə qazandı Ahmet Quluzadə. Həm də Difayda Ağsüynəl və Moytun üstündə də qələbələri var. Ahmet Quluzadənin sadəcə Bakı Sportivlə oyunda yaxşı oynasa da 3-2 məğlub oldu. Azərbaycan kubokunda da Səba ilə 2-0 məğlub olaraq mübarizəni yandırdı. Amma yox, 3 qələbə, 2 məğlubiyyəti var. Mən elə bildim. Üçüncü məğlubiyyəti var. Çünki İmişli komandasına da Ahmet Quluzadə uduzmuşdu. Həm 3 qələbə, 3 məğlubiyyət var. Belə baxanda yaxşı qrafikə düşür Ahmet Quluzadə. Həm komanda Səba ilə uduzdu, həm də Azərbaycan kubokunda Səba ilə uduzdu, həm də Qaradağ Lökbatan bir də Bakı Sportingdə uduzdu. Görək qış transfer pəncərəsində Ahmet Quluzadə Qaradağ Lökbatana hansı oyuncuları dəvət edəcək? Və indi qonaq komanda pressing eləyir. Ahmet Quluzadəni görürsünüz. İndi Qaradağ Lökbatanın qapıçısı təzyiqi azaltmaq üçün topu qucağına götürdü və komanda yoldaşları ilə oynadı. 29-cu dəqiqə başlayır. Görüşdə 2-1 asta geridə qalmaq 2-1 asta geridə qalmaq üzrədə artıq oyunun 3-1 hissəsinə daxil olacağıq. Zakatalanın qapıçısı yerindədir. Baş məşqçiləri bir daha təqdim edeyim deməli. Qonaq komandanın Qaradağ Lökbatan korner vuracaq.
qonaq komandanın baş məşqçisi, Zaqatala komandasının çalışdırıcısı Rüstəm Məmmədov. Qaradağ Lokbatanın baş məşqçisi isə Amid Quluzadə. 30 dəqiqə başlayır. Yerdə qalan Qaradağ Lokbatanın oyuncusu var. Artıq oyunun 1/3 hissəsi geridə qalmaq üzrədir. Daha doğrusu oyunun 2/1 hissəsi geridə qalmaq üzrədir. Oyunun 3/1 hissəsinə girdik. Qaradağ Lokbatanın oyuncusu hakimlə söhbət edir. Birinci dəqiqə başlayır. Hələ ki hesab açılmayıb. Qaradağ Lokbatan Zaqatala oyununda. Ala pas. Və Qaradağ Lokbatanın oyuncuları hücumun qabağını aldılar. İndi özləri başlayırlar hücumu. Görək nə olacaq. İkinci dəqiqə başlayır. Yerdə qalan Zaqatalanın oyuncusu var. Deyəsən bu oyuna 3-4 dəqiqə əlavə olunacaq. Bizim təşkilatı dəstəyimiz Futbol Arenası səhifəsidir. Həm öz adımdan, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Azarkeşlərimiz qızışıb. Qaradağ Lokbatanın azarkeşləri. Elə belə baxanda Amid Quluzadə 3 qələbə 3 məğlubiyyət yaxşıdır. 3 dəfə qələbə qazanıb, 3 dəfə də məğlub olub. Bu oyunda da qələbə qazansa vaxtımız gətirdi. Korner olacaq deyəsən ya da qapıdan zərbə. Sarı vərək niyə? Sarı vərək verdi hakim Qaradağ Lokbatanın oyuncusuna. Və hakimin fitindən sonra oyun başlayacaq. Hakim dedi. Mikrofon arxasında da mənəm Demirov Hüseyn Ağa. Qabağını aldı bunun Qaradağ Zaqatala təmsilçisi. İndi Zaqatala pressing, Qaradağ Lokbatan pressing eləyəcək. Və top meydandan çıxır, qapıdan zərbə.
Mən təşəkkürümü Peşəkar Futbol Liqasının teknik heyətinə bildirirəm ki, həm də Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədova həm öz adından, həm də kanalımız adından təşəkkürümü bildirirəm. Bu ildə bizə birinci, ikinci liqanın və Azərbaycan Kubokunun və yoldaşlıq oyunlarının yayım hüququnu verdiyine görə. Hava pas. Pressing. Qaradaqlıq batan son dəqiqələrdə hesabı açırdılardı. Amma etinə alınmadı. Qəşəng indi Zakatala pressingdən atır. Hava pas. Yerde kalan oyuncular hakim onu görmür. Basır Qaradaqlıq batan alacaq keçləri və qayda pozulur. Kürəkini keçircək Qıtalan oyuncusu. Top meydandan çıxdı. Deyəsən zədələnən oyuncu var orada. Hakim onun yanına gelir. Yo, cərimə zərbəsi vuracaq Zaqatala oyuncuları. Rüstəm Məmmədovun yetirmələri cərimə zərbəsi vuracaqlar. 37. dəqiqə gedir. Yok, corner vuracaq Zakatala. Xeyr. Cərimə zərbəsi deyil. Paslaşa Zakatala cərimə meydançasını yarmaq istəyir. Heç nə alınmır. Qaradaqlıq batan az qala topu götürüb hücum eləyəcəkdi, amma heç nə alınmır. Yenə qəşəng müdafiəni bağlayırlar. Qəşəng Qaradaqlıq batan indi getsən hücum elə. Şu adamsan. İndi topu özünüzdə saxlayın. Birinci hissəni 0-0'dan tutarın. YouTube kanalımıza da abone olmayı unutmayın. 38. dəqiqə gedir. Görüşdə. Azərbaycan Kuboku, Azərbaycan 1-ci liqasının bağlanış oyunudur. Hələ də oyunda hesab açılmıyor. Hava pas. Top meydandan çıxdı və korner olacaq deyəsən. Amma yox, korner deyil. Top meydanda qalır. 9-cu dəqiqə gedir. Oyunda artıq 3'də 1 hissə də geridə qalıb, amma hələ də hesab açılmıyor. Lök batan arenasında. Və out Zakatala alındı.
Sen 40-cı dəqiqə artıq başlayır. Asta-asta. Yerdə qalan oyuncu var və sarı bərə olacaq. Qırxıncı dəqiqə başlayıb oyunda artıq 4-də 1 hissə gerir, 4-də 1 hissə başlayıb, 3-də 1 hissə geridə qalıb. Hesab 0-0'dır. Baş məşqçiləri sonuncu dəfədə xatırladım. Deməli, meydan sahiblərinin baş məşqçisi əvvəllər Füzuli komandasında çalışmış Hamid Quluzadə. Qaradağ Lokvatanın baş Qaradağ Lokvatanın baş məşqçisini dedim. İndi isə cərmə zərbəsi vurur. Zaqatalanın baş məşqçisi isə Rüstəm Məmmədov. Hamid Quluzadə isə Qaradağ Lokvatanın baş məşqçisidir. Gol! Hesab açılır. Yo hesab açılmır, goldu. Korner küncdən zərbə olacaq. İndi Zaqatala təmsilçisi bütün davam elətdirmək istəyir və qapçı yerində. İkinci dəqiqə yekunlaşır. Hələ də hesab açılmıyor. Allah pas. 43-cü dəqiqə başlayır. Artıq bir dəqiqədən sonra birinci hissə yekunlaşacaq. Biz də biraz 5 dəqiqə istirahət edib ikinci hissəyə başlayacağıq. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Qapçı yerində zədələnib. Qaradağ Lokvatanın qapçısı. Dördüncü dəqiqə gelir. Həkimlər meydana dəvət olunmalıdır və əvəz etmə edilməlidir. Yox, həkimlər meydana dəvət olunmur, qapçı yaxşıdır. Əvəz etmə də edilmir. Sadəcə həkim gəlir, görək qapçının vəziyyəti ilə maraqlanır. Birinci hissəyə görək neçə dəqiqə əlavə olunacaq.
zərbə. Və görək birinci hissə nə qədər əlavə olunacaq. Qapıdan zərbə. İndi Qaradağlı Akbatan son hücumunu eləyə bilər birinci hissə üçün. İndi Zakatala son hücumu davam elətdirir. Birinci hissə üçün son nöqtələr atılacaq. İndi Zakatala əks hücuma çıxırdı, amma heç nə alınmadı. Oyuncular riskli oynayır. Hakim dedi gözlüyor. Serbest atışla Zakatala davam edir. Ve birinci hissə bitdi, ikinci hissədə görüşürük.